mən Təbrizdə anadan olmuşam və Tehranda böyümüşəm. 26 il bundan öncə Amerikaya gəlmişəm. Baxın, Amerikada öz kimliyimə və o kökümə, yəni Azərbaycan kökümə daha yaxınlaşmışam. Mən bunu fas dostlarımda, İran fas dostlarımda da görmüşəm ki, bura gəliblər, öz kulturlarına yaxınlaşıblar, fas dilini güvənirlər, sevirlər, şəbi şeirlər qoyurlar. Amma bunlara təəccüb gəlir ki, niyə mənim kimi adam ki, İrandan gəlmişəm, niyə hissim yoxdur fas dilinə? Baxın, mən fas dilin bunlardan daha yaxşı danışıram. Yəni ki, mən İranda həkim olmuşam, konkur vermişəm. Hər kəs İranda bilir ki, konkur yəni. Yəni mən ədəbiyyat farsını konkurda 100% vurmuşam. Amma mənə hiss vermir. Özlərinə bu haqqı verirlər ki, ana dillərin sevsinlər, öz kulturlarına yaxınlaşsınlar, qürbətdə. Amma onlara təəccüb gəlir ki, sən nə cür ana dilini bizim fas dilimizdən daha çox sevirsən. Sən həmin ki, özünə haqq verirsən ki, qürbətdə öz kökünə yaxınlaşasan, bir dənə türklərə haqq verəcəksən ki, ana dilinə daha yaxınlaşsın, ona güvənsin və ondan hiss alsın. Sizin şairiniz tənha Ferdowsidir, diliniz tənha fars dilidir, tamam kimliğinizdir, tamam o ədəbiyyat ki varizdir, tənha özünüzə seçmisiniz və sizə təəccüb gəlir ki, niyə bir dənə ərəb sizdən eləyənmir həmvətən olar, biz eləyənmirik. Çünki sən ərəbə sərdən axşama təhqir edirsən, ihanət edirsən. Yəni o kələmə təziyyətlər sizin özünüzdən bərpa olub, siz özünüz onun əsasını qoymusunuz. Yaşasın Azərbaycanı və yaşasın bütöv Azərbaycan.